Bilirsiniz ki, Ermənistanda Paşinyan yalan demir, $1850 orada maxey pul alır və Azərbaycanda isə general $1850 ala bilmir. Dəyərli vətəndaşlarım, dəyərli soydaşlarım, Ermənistanda leytenant rütbəsi alan adama ev verilir. Üstəlik evlənən çiftlər var, heç hərbiçi olmasa belə evlənən adamlara ev verilir. Ermənistanda bu günə qədər bir dənə ağlayan, sızlayan, onların da qaziləri var, onların da ölənləri var. Bir dənəsi acından, evsizlikdən ağladığını gördünüzmü? Yəqin ki, görmürsünüz, amma bizim efirlərə baxın, adam dəhşətə gəlir. Qardaşlar, dəyərli vətəndaşlarım, Azərbaycan ordusunda belə bir qərar çıxdı. Belə bir qərar çıxdı ki, qadın hərbi qulluqçular 3 ildən sonra voyt ola bilər də, yəni müqavilə 3 illik. Yəni qadın hərbi qulluqçu gəlir, müqavilə bağlayır, kontrakt, maxey kimi 3 illik, 3 illik. İstər briqada olsun, hərbi hissə, istər əlahədə tabor olsun, istər naziriyyə olsun, istər digər qoşun növləri olsun, necə Müdafiə Naziri, Dövlət Sərhəd Xidməti, daxili qoşunlar olsun. Və dəyərli vətəndaşlarım, dəyərli soydaşlarım, qadınlar 3 il. Onu 6 aya saldılar. Niyə bilirsiniz? Niyə? Çünki qadın gəlirdi, onu yatağa sala bilmədilərsə, onu 3 il niyə tutsunlar, saxlasınlar? 3 il o briqadada namuslu qadın gəlib, qol çəkib xidmətə, 3 illik. Xidmət yaxşı getsə artıra bilər. Baxır ki, bundan ancaq yataq tələb edirlər. Ancaq din cütləşmək tələb edirlər. O qadın vermədisə, namusludursa, nə olacaq orada? 3 il o hərbi hissədən ancaq məlumat ötürəcək, oranın murdarlığını, kim kimlə yatdı, neynədi, kim kimə vəzifə verdi, kim kimə, necə bu işləyən adam bu, amma yatağa girənə rütbələr, yatağa girənə vəzifələr, yatağa girənə 13-14 maaş, buna da heç nə vermirlər, yatağa girmir. 3 il baş bəlası olurdu o hərbi hissədə, 3 il elə qadınlar. İndi isə 6 ay. 6 aya briqada komandirinin, korpus komandirinin, ya nazirlikdədirsə bölmə şöbə rəislərinin, nazirin yatağına girdisə, bunu pıslaya bildilərsə, saxlayacaqlar. Pıslaya bilmədilərsə 6 aya get, verdiyi pulu heç çıxardamayacaq. Vəssalam. Ona görə qadınları 3 ildən 6 aya, 3 il müqaviləni 3 ildən 6 aya saldılar. 6 aya saldılar. Ona görə. Yəni 6 aydan sonra verməyib elə, axırıncı verməyib elə. Axırıncı vermir də. 6 ayında nə deyirlər? Axırıncı şansındır. Ya yatağa gir, ya da işdən çıxırsan. Vəssalam. Tutar gir. İstər hərbi məktəblər olsun, istər qoşunlar olsun, istər nazirliklər, idarə komitələr olsun. Yəni dövlət qulluğuna götürülən qadınların müqaviləsi 6 aya indirildi. O deməkdir ki, 6 ay ərzində yatağa girsən, girəcəksən, qalıb işləyəcəksən. Girənməsən, hodur meydan, get. Get İlhamın otellərində verməyə. Ya da get acından ölməyə. Vəssalam. Ona görə azaltdılar. Ona görə mən bunu elə bir adamlarla yox. Mənim əlimin altında xidmət edən indi generaldır.